Hollandiyada qarın trafiği həyatı fəlç etməsi ilə bağlı xəbərlər var idi. Bugün də oxudum, 149 ilin ən sərt qışını Moskva yaşayır. Daha sonra bizdə hər nə qədər də o mənada müəyyən qədər daha yumşaq bir hava müşahidə olunsa da, düzdür son günlər çox şaxtalıdır, əslində soyuq havadır. Mənə elə gəlir son illərdə bu qədər üşüməmişəm. Qışı belə yada salsa, yəni bəzən o deyirdim, axşamlar ilaç gibi gələn havadır, yürüyüş əladır, superdir falan. Bilmirəm, bəlkə axşam elədir. Ən əlverişli bütün hallarda günorta daha çox saat 5-də falan axşam üzəri olan hava almaqdır da. Yəqin ki, günəş çıxar, batar, yer daha sürüşkən olmaz, daha biraz yollar açılar, gediş-gəliş, piyada maşınlarkən.